Salam, diqqətli olun ki, nəzərinizin heç nə yayılmasın. Efirdə Kumerton dərs tamaşaçılarımız və hər zaman olduğu kimi işlərinizi kənara qoyub, ekran qarşısına yaxın əyləşib, proqramımızı diqqətli izləyirsiniz. Və bugünkü verişimiz, bugünkü dərsimiz soruşacaqsınız ki, nədən olacaq? Bugün biz muğamımızdan danışacağıq, daha doğrusu səs tamaşaçılarımız. Bugün biz muğamlarımızın instrumental ifası haqqında danışacağıq və studiyamızın qonaqlarını böyük bir məmnuniyyətlə sizə təqdim edirəm. Studiyamızın qonağı nəhayət Kumertona gördünüz bu qonağımızı. Respublikamızın əməkdar artisti, qarmonumuzun dəhşət, mahir ifaçısı Zakir Müəllim Mirzəyevdir. Zakir müəllim, axşamınız xeyir olsun, xoş gəlmişsiniz, salamlayıram sizi. Və Respublikamızın əməkdar artisti, bizim huzurnamızın mahir ifaçısı Rasim müəllim Ələskərli. Axşamınız xeyir olsun, xoş gəlmişsiniz. Balabanda yenidə müşahidə edəcək Cəfərov Ababəy müəllim, axşamınız xeyir olsun. Və Milli Konservatoriyanın dosenti Ağasəlim müəllim Abdullayev, axşamınız xeyir olsun. Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi Mirnazim müəllim Əsədullayev bizim daimi qonaqlarımızdır. Axşamınız xeyir olsun, bir daha cəm şəkildə hamınıza deyirəm, xoş gəlmişsiniz. Və bugün biz muğamlarımızın instrumental ifasından danışacağıq. Ümumiyyətlə, hər zaman muğamlarımız haqqında bilirsiniz ki, hər həftə mütləq söhbətimiz olur. Bir çox xanəndələrin ifasında bizim bir çox muğamlarımızı dinləyirik. Amma bugün biz instrumental ifasını dinləyəcəyik muğamımızın. Və mənə çox maraqlıdır. Yəni, muğamlarımızın hamısını bilirik. Muğamlarımızın çoxsunu tamaşaçılarımız artıq ardıcılığını da bilir, şöbələrini də bilir, ifasını da dinləyib. Bəs sırf instrumental variantda olan muğam varmı? Yəni, o muğamı bəs xanəndə ifa eləməsin, oxumasın. Ancaq sırf instrumental variantda muğam. Var elə bir muğamımız, yoxsa yoxdur? Var, əlbəttə ki var. Elə mən deyərəm, bütün muğamlar həm instrumental muğam ifa etmiyorlar, eyni zamanda xanəndə oxuya bilər. Bütün muğamlar, o söhbət bütün muğamlara aiddir. Yəni var, yəni bütün muğamlarımızı həm instrumental variantda ifa eləmiyorlar, həm də xanəndə ifası. Bəs o ancaq instrumental variantda muğam? Elə bir muğam yoxdur ki, orada ancaq instrumental variant olsun. Çünki bilirsiniz, bu instrumentlər ki, yaranan tarixdən, dövrdən, mən deyərdim ki, xanəndə boğazına, çox instrumentlər, çox alətlər xanəndə boğazına yaranıbdır da. Yəni, o xanəndələr, əvvəl xanəndəlik, yəni avaz yaranıb, əvvəl səs gəlib də dünyaya. Xanəndəlik dünyaya gəlib, səs gəlib, sonradan bu alətlər xanəndəliyə görə yaranıb. Əlbəttə ki, muğamlar da yarananda, indi onu çox muğamlar var, hamısını, əksəriyyətini demək olar ki, qədimdən elə xanəndələr zümzümə eləyə yaranıb. Sonra müşahidə edib ki, sonradan yəqin ki, alətlər yarananda onları müşahidə ediblər. Ancaq elə güşələr var, elə cümlələr var ki, onları məsələn, oxumaq qeyri-mümkündür, oxumurlar. Ancaq o xanəndəlik əsnasında, yəni müşahidə eləyəndə o xallardan istifadə olunur, onu xanəndələr ifa eləmir. Bəs məsələn, dügah muğamı var, bizdə də olmuşdu. Onun ancaq hal-hazırda instrument, yəni onun ifa etmək mümkündür. Sadəcə olaraq yəqin ki, unudulan bir muğam. Xeyr, ifa eləyirlər, oxuyurlar da, ifaçılığı da var. Həm instrumentalistlər ifa eləyirlər, həm də ki, onun Bayatı Qacarın içində dügah şöbəsi var, oxuyurlar. Dəstgah variantını bəs. Ayrıca dəstgah formasında hal-hazırda şöbə rolunu oynayır. Hal-hazırda onu bir dəstgah formasında tədqiq eləyirlər. Tədqiqatlı başlanılır. Başlanılır da istəyirlər, o da bir dəstgah formasında. Vaxtilə də olub özdə. Vaxtilə də olub, bəli. Və çox gözəl. Əziz tamaşaçılarımız, əlaqə telefonumuz 97 72 74 və çox istərdim ki, bugünkü dərsimizdə, bugünkü verişimizdə bizə aydın izah eləsin. Yəni, müəllimlər əyləşmişsiniz burada. Yəni, yenə də söyləyirəm ki, xanəndənin ifa etdiyi muğamı biz ardıcılığını artıq olaraq əzbərləmişik ki, dəramənd, məsələn, şöbə, güşə, rəng, təsnif, yenə şöbə. Bəs instrumental variantı necə olur? Və mən çox istərdim ki, siz ifa edə-edə bunu bizim üçün izah edin. Yəni, fərqlənirmi xanəndə oxuduğu muğamdan və yaxud instrumental ifa fərqlənir? Yoxsa necə? Mən çox istərdim ki, əvvəl birinci bizim gözəl sənətkarımız Zakir müəllim başlasın, nə izah edəcək. Yəni, hərəmiz yəqin ki, biz hamımızın muğamı öyrənmişik əvvəla tar alətində. Tar bizim dayı... Tarsız muğamımızı artıq təsvir etmək olmur. Şairimiz Nizami Gəncəvinin elə vaxtından da qabaq tar aləti dünyada olub. Mən onu həmişə demişəm də, yəni xanəndəlik yarananda xanəndənin diapazonu kiçik oktavanın
do səsindən demək olar ki, ikinci oktavanın sol səsinə qədər gedir. Bəli, dodan sola qədər. Xanəndəninki elə olduğu kimi tarın da diapazonu kiçik oktavanın do səsindən sola qədər gedir. Yəni buradan başlayır ta qəmişə qədər oxuyurlar. Tar da onu çalır. Demək olar ki, bu alət Burada nə qaldı? Burada bir şey qaldı Səlim müəllim. Yəni Gülnara xanım, siz bayağı gözəl buyurdunuz ki, eyni ilə bu dəramət, dirəyində, çəsnik falan var. Bunlar elə bu dəramədi, dəramədən, bu demək qapı açıldı, içəri girdi, dəstgaha daxil oldu. Çəsnif də ki, ərəb sözündən sinif, o qruplaşmadır, sinifləşmədir. Yəni bunlar amma o sözlə olur. Təsnif. Və yaxud da ki, rəng özündən əvvəlki şöbədən sonra rəng çalınırsa əgər, onun demək, həm bir dinləyiciyə demək, o şöbəyə rəngarənlik verir, eyni zamanda dinləyiciyə də o bir növ məlumat gətirir. Məlum olur ki, bu nə şöbəydir və nə olacaq. Eyni zamanda istirahət, burada istirahət də var, ona gözəllik verir, rəngləndirir onu, boyalandırır, qəşəngləşdirir bir növ. Bu belə və eyni zamanda o dediyiniz o dəramətdir, rəngdir, təsnifatlar, bunlar hamısı çıxılandan sonra yerdə qalan tək boş muğamın dəstgahı ki var ha, tamamilə elə onun özünün elə ifası ifa edir də. Da burada da xanəndə onu eləyib, oxuyurdu. Məsələn, arada rənglər salınırdı. Hani o da boğazı dincərirdi. Bunlar hamısı mənaları var şübhəsiz. Amma o dəramətləri, rəngləri, təsnifatları çıxandan sonra yerdən nə qaldı? Boş, tək muğam, şöbə və güşələrindən etibarən bir qalmaq şəkildə bərəşirin. Deməli, o hamısı demək məxsusdur tara, kamana və alət. O artıq instrumental Bəli, instrumental muğam. Cümlələr də var ki, demək, məsələn, mən tardan danışıram. Tarda çahar mizrablar var. Yəni, onu əlbəttə ki, nə başqa alətlər eləyə bilməz. Yəni, o alınmaz. Tarın özünə məxsus görsən, o çalğı xalları var, cümlələri var, güşələr var. Hər alətin xüsusiyyətləri var. Hər alətin özünə xüsusiyyətləri var. Onu məsələn, şu xanəndələr oxuya bilmək. Əlbəttə ki, onları eləyəndə, o arada xanəndə oxuyur deyənlər, onları eləyəndə xanəndəyə bir, neysə bir, elə bir Nəfəs verir, ona bir həvəs verir. Həvəs verir, onu qıdıqlayırsan, bir daha da təfəkkürlə bağlı gözəl bir nəfəs boğaz vurmağa da onda sən şərait zəmin yaradırsan. Ağzəməm, yəni Zakir mənim düz buyurdu ki, tar əsas muğamımızda, tarsız muğamımızı təsvir etmək olmur. Və gəlin birinci növbədə tara yer verək, tarla başlayaq. Bəli, buyursun. Ağzəməm, buyurun. Mən Bayatşiraz muğam çalmaq istərdim. O Bayatşiraz muğamının özündə də elə güşələr var ki, onlar ancaq çalınır, yəni ifa olunur. Əlbəttə ki, oxunmalıdır. İndi hal-hazırda elə çox yaddan çıxmış bir köşələr də oxunur. Məsələn, orada İsfahanək var, görsən, ancaq çalınır. Oxunmur. Oxunmurlar. Amma əslində oxunmalıdır. Əslində oxunmalıdır. Əbilçək var, görsən, çox xanədələr oxunmur. Yəni, Bayasıbahanın balası, kiçik Bayasıbahan, İsfahanək. Mən balaca, yəni qısa şəkildə instrumental ifa şəklində bir bayatçıraz çalmaq istərdim. Bax, instrumental ifa nə ilə başlayır? Məsələn, mən deyim də, instrumental ifa eləyəndə dəstgahı tam başdan başlayıb axıra qədər bir dəstgah formasında ifa olunmur. Həmişə instrumental ifa olunanda konsert formasında ifa olunur. İstəsən ifa olar, amma lazım. Bir dəstgahdan, istəsən olar, yəni çox vaxt apardığına görə bir dəstgahdan 2 şöbə, 3 şöbə və yaxud 4 şöbədə çox ifa olunmur. Şöbələr ifa olunur, rənglər falan, təsniflər çıxır olar. İnstrumental formada ifa olunanda rənglər yəqin tamaşaçılarımıza da aydın Zakir müəllim çox düz izah elədi ki, yəni dəramət çıxır, rəng çıxır, təsnif çıxır, qalır o xanəndə çıxır, qalır orada instrumental forması. Şöbələr və güşələr qalır. Elə deyilmi? Aydındır. Buyurun, dinləyirik sizi. Thank you.
Çox sağ olun. İndi burada mən qısa bir formada çaldım, yəni qısa şəkildə. Bunun dalınca məsələn Əbdülçəp şöbəsini çalmadım. Sonra Zilbay Çirazda bəzi İsfahan'da kimi çaldın? xallar vardı, çalmadım. İndi hansı şöbələr bəs ifa elədiniz? Mən çaldım Bərdəşt, Bərdəşt. sonra İsfahanək. Bax o İsfahanək şöbəsi bir dediyim kimi çox vaxt görsən ifa olunmur. Bəli. Aha. Maye. Sonra Maye Bayat Şiraz, Nişibi Fəraz. Nişibi Fəraz. Bax bu pərdədə burada Nişibi Fəraz. Bunu çalmaq yolu tamam başqadır. Ancaq xanəndələr bunu başqa cür oxuyurlar. Bəs müşahidə eləyəndə elə belə çalırsınız, indi çaldığınız kimi? Yo, başqa cür də çalınır, bəli. Sonra Müşahid budur ki, ola bilər bir boğaz bir boğaz vura bilər. Həmən boğazı bu mütləq onu təkrarını eləməli olur. Müşahid budur. Bəli, o oxuduğunu sən təkrar edirsən müşahiddə. Müşahid olur. Müşahid sözünü. Ancaq solo formasında tamam başqa cür. Onun üçün yaşayırsan. Sonra Bayat İsfahan çaldım. Yəni bir qısa şəkildə çaldım da, yəni bir Əməli başda iki şöbə ifa olundu, çox gözəl, qəşəng. Çox sağ olun, minnətdarım. Əlbəttə, bir rübaya kimi bunu ifa etsin, bu ildə burada o dəstgah deyil. Əlbəttə ki. Reklam fasilesi gəlir, əziz tamaşaçılarımız, bizdən ayrılmırsınız. Bingo Plus her haftanın bazar ertesi ASTV 1'de canlı yayında saat 22:00'da sizin Azer Lotereya. Yeniliğin adı Mr. Astar. Sıvaxdan sonra divara çəkilməklə alçının hopmasına və əlavə məsrəfinə imkan vermir. Alçının üzərinə çəkilməklə boyanın hoparaq rəng dəyişməsinə imkan verməyib, onu da əlavə məsrəfdən qoruyur. ABC alçısı tərəfindən tövsiyə olunub. Mr. Fix, hər zaman ən yaxşısı. Açara gəldikdə isə onu qazanmaq istəyən elə çoxdur. Stəkanın sarısı, yara qurban olun, isim qaldı yarısı, yara qurban olun. Ulduzlar iştirakçılara nümunə olacaqlar. Gözəlim ya gözəlim. Və əgər siz bunların hamısını qaçırmaq istəmirsinizsə, əlbəttə ki, Bazar günləri Ulduz qapısının açarını qazanmaq istəyənlərin arasında görüşərik. Və proqramımız davam edir, tamaşaçılarımız. Bir daha xatırladıram ki, bugünkü mövzumuz muğamlarımızın instrumental ifası haqqdadır. Telefon zəngimiz var. Gəlin qəbul edək görə tamaşaçı bizdən nə soruşacaq, bəlkə ki, bəlkə bir əlavəsi var. Alo, Ramiz müəllimdir telefonda. Alo. Bəli, bəli. Axşamınız xeyir olsun. Ağbətin xeyir olsun. Güllər qızım, mən səni çox arzulayıram. Çoxdan, amma sən mənə çox biganəsən ancaq. Niyə? Biganə sən mənə. Əvvəla mən orada salamlayıram, çoxsu mənim dəstədə. Ağa Səlim, Ramiz və Bülbülədən danışam. Salamlayıram səni Ramiz müəllim. Sən xoş gördüksin, Mirmazı, mən çınladı. Amma mənim qeyd edəcəyim Ağa Səlim, bu budur ki, gərək elə sənin çaldığın o güşələr həm oxunur, həm instrumental çaldır. Amma əsasən mən dediyim kimi, sən gərək Bayat Şirazın mayəsində gərək gərdaniyə çalaydın. Çünki o gərdaniyə ancaq instrumental güşədir, oxunmur. Amma bir də sən Bayat İsfahan'da çox yaxşı elədi ki, feyli rəvan çaldın. Bəli, bəli. Və bunları gələcək, çünki bizim bütün muğamlarımız oxunur. Bəli. Ancaq o güşələr ki var, ey Güllara qızım. Hacım, buyurun. 3 dənə yerə bölünür. Bir var ritmik güşələr, məsələn, onlar həm ritmik çalınır, həm də oxunur. Məsələn, rasta uşaq kimi. Amma elə güşə var ki, adi güşə, həm çaldır, həm oxunur. Amma elə güşələr də var ki, onlar ancaq instrumental çalınır, ancaq oxunmur. Bayaq ki, Şirazda məsələn,
Əbülçəp kimi, Gərdaniyə kimi, Şeyli Rəvan kimi, sonra məsəlsin, sarı məsəlsin, bəzi Zəngüşlü Tür kimi rastlatar muğamlarda. Ona görə mənim bu deyilini vaxtı mənə az verdi, Üzeyir Ağa Səlim. Mən sizə çox minnətdarım. Sağ olun, Ramiz müəllim. Həmçində Gülnara qızım sənə. Çox sağ olun, Ramiz müəllim. Ümumiyyətlə, çox istərdim sizi Kameraton verilişində də görüm. Çox sağ olun, telefon zənginizə görə. Ramiz müəllimi dəvət eləmək lazımdır inşallah. Mütləq olunacaqdır. Minnətdaram. Böyük alimdir, böyük alimdir. Hamımızın ona ehtiyacımız var. Çox sağ olun. Və proqramımızı davam etdiririk. Zurna, gəlin Zurnanın ifasını da muğamımızı dinləyəcəyik. Və Zurnada da tardakı kimidir, yoxsa necə muğam ifası? Burada hər alətin özünün dili var da. Biraz nəfəs aləti tamam başqadır. Nəfəs aləti oxumaq yolların demək, hesab elə ikinci bir davamçısıdır. Ona görə ki, burada ərzu güclü bilməlisən, bölgələri düzgün bölməlisən, o oxumaqda... Ayaq eləmək də var, değil mi? Bəli, orada elə xallar gedir ki, elə oxuyan, necə məsələ çəkildir, oxuyan boğazları. Oxuyan boğazlarına doğrudan da... Ona görə Zurnada belə çox gözəl alınır. Tam elə bil ki, ifaçı oxuyur. Zəngüralərlə, boğazlarla. İfaçı alınır. O da mürəkkəb alətdir, o da birinə düşməsin Gülnara xanım, o da hər adam oxuya bilmir də, indi aydın məsələdir. İndi siz hansı muğam ifa edəcəksiniz? O şur sinifinə daxil olan bir dilkeş muğam ifa eləyək. Dilkeşi? Dilkeş. Aha, buyurun, gəlin dinləyiz. Şur ailəsinə məxsusdur. Şur ailəsinə aiddir. Aiddir, bəli.
bu fikirləşirəm, deyirəm ki, xanəndələr oxuyanda yenə arada bir rəng ifa eləyirlər, istirahət üçün falan. Bəs zurnada çətin deyil, dayanmadan ifa eləmək nə qədər? Nəfəsi özü nəfəs alıb verir. Onun da rəngi var, sonra o istirahəti məndədir, o heç kəs onu bilmir. Necə istirahət edirsiniz ki? O nəfəs alıb verirsən buruna. Yəni dayanmadan dəstgahı ifa eləmək olar instrument. Nə qədər çəkər, nə qədər, ən çox nə qədər ifa eləmək olar? Nə qədər istəsən, o nəfəs alıb vermək, o nəfəs alıb verməsən, o mümkündür. Nəfəs alıb verməyə madəm bacarırsa, özü bu sənət onu tələb edir. Mütləq onu bacarmaya duruna sala bilməz. Deməli, bu dəstgahı bütün belə çala bilərdi. Amma ki, qaldı ki, onsuz da ki, musiqinin özünə məxsus olan, qarmoniya baxılan, pauzalan yerlər ki var, orada dayanmalıdır hökumət. Dayanmalıdır mütləq. Amma lazım ki, birbaşa getən yerlər, orada əlbəttə nəfəs alıb verir də. Nəfəslə çalınır, əlbəttə çətindən çox adət elib də. Çətindir, məsələn, axırıncı kulminasiya götürdüyü nöqtə var, hədəf ha, o tonika. O kulminasiya tonikası çox mürəkkəb, hər adamlar görsən ki, jurnalistlərin çoxunda doğrudur, ya qəşəng belə də alınır. Lakin elə də var ki, onu hər adam belə tuta bilməz. Yəni, o çox düzgün, qəşəng tonu elə dörmüyor. Şimdi dayı. Düzgün tutdu və zəngürələri qəşəng özdəki. Balaban da ki, maşallah qəşəng ki, ona gözəldir. Çoğundan sənətlərdirlər bu kişilər özdə ki, o kişi not muzikant deyim, mən onu çoxdan tanıyıram. Bəli. Gözəl sənətçilər. Siz instrumental adı keçirsiniz, o məhvum universal sözündən götürün. O yabani sözdür, bizim sözdür. Aha. Alətlərin, bizim hacətdir, həcətdir, hacətlə güzəldir. Yəni ki, alətləri düzəldirsən, bu tardır, kamançadır, aralarında dirincilər var, ola bilər, olar. Narəsiz də çalınsın. Misal üçün, nə şimdi instrumental konsertimizə başlayırıq. O qız gedir, yandırır oranı, gedir, oturur, demir, bu Novruzdur, Xalabacıdır, Ənzəlidir, Vağzalıdır, Bayatçıvahan çalacaq, filan çalacaq. Bıraxır başdan bura, bizim cəmaat xalq ona görə heç nə bilmir. Qalıb da, bu onu süzül təşəbbüslə olmalıdır ki, bıraxsın qarmon salanları, adların düşünlər. Adların deyəndə xalq da biləcək onu. Adların demirlər, qalıb 114 dənə oyun havası var, heç kim adını demir. Həqiqət var sözündə, yəni bir muğam ifa olunanda, o bir var titilla gedir, o titili çox adam indi oxunmur. Siz hər evdə bir işlə məşğuldur, görsən, neysə eləyir, elə televizora qulaq asır, baxmır. O durub indi onu oxumur. Ancaq deyiləndə, adı ilə deyiləndə, filan muğam, filan, ben indi veriliş aparırıq, ona qulaq asırlar, adını izah edib, çox gözəl verilişdir, həddindən artıq gözəldir. Cəmaat da başa düşür, qavrayır. Ancaq konsert gedəndə adı görsən, muğamın adını demir, yazır orada neysə, məsələn, tutaq ki, şur. Başlayır, səsi eşidir də o dinləyici, o tamaşaçı. Tərkibində nə qədər onu güşə və şöbə getdi, onu bilmədi. Bilmədi. Burada bu gözəl, çox gözəl veriliş eləmişsiniz. Ona görə sizin veriliş həqiqətən çox gözəl verilişdir, baxılır. Buna diqqət yetirmişsiniz bu işə. Çox sağ olun. Sevilir də. Minnətdarım, çox sağ olun. Və kamançaya keçid alaq. Kamança ifasında muğamımızı. Kamança da həmçinin tar kimi. Tar kimi, biraz mən bəlkə də biraz çox danışacağım. Amma səhərdən danışırlar, mən danışmını gözləyirəm. Niyə? Bu günləri mən istəyirəm bir Nəva muğamı çalam. Nəva muğamı da az çalınan muğamlardan biridir. Az çalınan və az oxunan. Az oxunan. Bəli, həm də ifası da az, heç oxunmuyor demək olar. Heç oxunmuyor. Nəva muğamı, qədim muğamı. Yəni bu biraz mənim üçün çətin. Allah rəhmət olsun, Əhməd müəllim Bakıxanovun dövründə Əhməd müəllim. İfadə. Nəyə görə mən bunu ifadə edirəm? Onu çox sevirdi, onu çaldım. Mən bunu öyrəndim Elxan müəllimdən. Mən ona təşəkkür edirəm efir vasitəsilə. Bəli, gözəl muğam ustasıdır. Ağasəlim Abdullayev, Mir Nazim Əsədullayev, Hacıbaba Hüseynov Fransaya gelmişdik, Hollandiya şəhərində, Hollandiya ölkəsində. Orada bir zəng oldu, dedilər ki, pes kamança ilə bağlı kimsə işi var. Gəldi bu otelə, bir çamadan çıxartdı içərisində kamança. Dedi, mən kamança çalmaq istəyirəm, öyrəneyim. Adı da Ruddur. Rud. Mən qısa eləyəcəm, niyə ki, vaxta görədirəm. Mənə dedi ki, sən mənə Nəvan Şapır öyrəd. Bir də Qafqaz Humayını öyrəd mənə. Özü seçdi, yəni özü bu muğamı. Özü dedi mənə bunu, mən məhtəl qaldım. Çünki mən bunları Rast Humayında çalmışdım, Qafqaz Humayını, Hacı Baba ilə. Rastın içərisində. Amma Nəvan Şapır bilmirəm mən. Dedim, sən bunu kimdən öyrənmişsən, hardan öyrənmişsən? Dedi ki, mən Bəhram Mansurovdan öyrənmişəm. Mən də canımı qutarmaq üçün dedim, gedib öyrənərsən də ondan. Dedi, axı o ölü baxı. Dedim, bilirəm ölüm də. Görürsünüz necə tanıyırlar? Gedib öyrənərsən ondan. Vaxt keçdi, il keçdi. Biz 91-ci ildə gedmişdik. Həmən o Rud Azərbaycan muğamının
eşqinə gedib türk dilini öyrənib, özü, müəllimsiz, zadsız. Xəbər tutub ki, Almaniyadan Azərbaycana bir folklor gəlir. Bu da minib samarata gedib Almaniyaya. Almaniyadan qoşulub gəlib Azərbaycana. Gəldim evdə mənə dedilər ki, bir Rud zəng gelib. Dedim Hollandiya'dan. Dedi, yox, Bakıdadır, Zagulbada pansionatda. Gənclik. Mən de milli maşına getdim, onu axtardım, tapdım. Tapa bilmədim daha doğrusu. Dedilər, çıxıb gedib. Gəldiyi nəsə müxtəsər edirəm. Konservatorun qabağında görüşdüyüm o ilə. Bizdə də dövlət imtihamı gedirdi, muğam imtihamı. Mən də bilirdim ki, bunun axırı necə olacaq? Mən bunu qabaqcadan bilirdim. Çünki hamısı deyir bilirəm, hamısı deyir bilirəm. Çalıb göstərməyə, oxumağa heç göz göstərmir. Getirdim, gəldim, bunun müəllimlərinin hamısı oradaydı. Allah onların hamısına rəhmət olsun. Çoxları ölüb. Dedim ki, bu oğlan Nəvanı Şapur öyrənmək istəyir. Kim bilir öyrətsin də. Mən bunu qoydum, burada çıxdım, gəldim. Axşam gəldi, bizə qeyti bildi, nə oldu? Deyirəm, yox. Deyir, qırğın qopdu, o dedi, sən düz demirsən, bu dedi, sən düz demirsən, bu dedi, sən düz demirsən. Axırda mənim özümü də qovladılar. Mən də çıxdım, gəldim. Və ona görə də mən özümdə bir arzu hiss elədim ki, gərək mən bunu öyrənim. Əlbəttə. Çox sağ olsun Elxan müəllim ki, öyrətdi mənə. Və bu günləri Nəva muğamının lüğəti mənası, məsələn, xoş avaz deməkdir, sonra mürğü xoşnəva deməkdir. Belə bir sözləri var bunun mənasının. Və hətta İordan çayının, Ərəbistanın İordan çayının ətrafında Nəva şəhəri də var. Hətta Özbək şairi, bizim böyük alim Ramiz müəllimin dediyi söhbətdən. Hətta Özbək şairi Əlişir Nəvai Nəva muğamının özünə ləqəb seçib. Əlişir Nəvai. İndi mən bugün ifa edəcəyim Nəva şöbələrin deyimcə əmiri ilə başlayır. Sonra gəlir Nəva. Nəvadan sonra Əfşar çalır o. Əfşarda balaca bir, Əfşardan sonra kiçik şöbə ilə Nüşapurla qayıdırıq yenə Nəvaya. Nüşapur o da bir xət kimi də sərhəddir. Sonra Əbu Əta çalır o. Əbu Ətadan sonra məsələn Hicaz çalır o. Hicazdan sonra yenə Nüşapurla qayıdırıq Nəvaya. Buyurun, amma vaxt çox az qalıb vaxtımıza, yəni Zakir mən sizə dedim, vaxt satmayacaq. Necə eləyək şimdi? Elə Əbu Əta kimi çalsın kifayət deyil. Biz istəyərdik ki, axıra kimi çalasan. Biz istəyərdik bunu. Cizayı var orada, Pəhləvi var.
Məsələn, çox güzel elədim. Zakir mənim vaxt çatdın. Hələ nüşabır qaldı, icad. Çalmasa da eybi yoxdur amma çox bizi həzz aldıq. Gözəl muğam deyil, gözəl də ifa elədi. Sağ olun. Kamançı da təkrar edir xanəndən boğazlarını tərkibini. Mütləq, hələ müşahidə Kamança ilə tarı da təkrar edir xanəndə. Demək xanəndəni ilk müşahidə edən tardır, tarı da müşahidə edən kamançadır. Ağasəmən buyurun, nəsə? Mən onu demək istəyirəm ki, belə söhbətlərə, yəni muğamla bağlı, ifaçılıqla bağlı söhbətlərə vaxt çox azdır. Bəs nə? Görün, hələ hər həftə eləyirik muğamımız var idi, yetmir. Və zəngimiz var, bir zəngimiz var, qəbul eləyək. Buyurun. Alo? Hər vaxtınız xeyir. Salam əleyküm. Günlərə xanım necəsiz? Çox sağ olun, Zahid müəllimdir danışan bizim gözəl xanəndəmiz. Buyurun. Günlərə xanım, sizə təşəkkür eləmək istəyirəm ki, bugünkü verilişdə çox gözəl sənətkarlarımızı, xalqımızın dəyərli insanlarını ora çağırmışsınız. Minnətdarıq, çox sağ olun. Zakir müəllim, çoxdan düzünü görə bilmədiyim Rasim qardaşım, Dənkeşin bir üzü istəyirəm, adını bilmirəm. Amma Hacı Nazim, Hacı Ağasəlim, bunlar bizim xalqımızın çox dəyərli sənətkarlarıdırlar. Bizim milli musiqimiz olan muğamlarımızın, xalq mahnımızın keşiyində dayanan çox gözəl sənətkarlardırlar. Və bugün bizim milli musiqimizin dünya səviyyətində təbliğ olunmasında bunların çox böyük xidmətləri vardır. Hələ mən 90-cı illərdə əvvəllərində Rasim qardaşımın bir valı çıxmışdı, o vaxtı plastinka deyirlər. Mən onu Fransaya, Hollandaya, xarici ölkələrdə apardım. Təbliğ elədim və onlar çox məhdəl qaldılar ki, belə gözəl bir səs var, gözəl bir musiqi səsi var. Zahid mən... Buyurun. Çox sağ olun Zahid müəllim. Alo, Zahid mən minnətdarıq zənginizə görə üzr istəyirəm mən sizdən, amma vaxtımız çox azdır. Zakir mənim ifasını bugün qulaq asmasaq, mən sabah verilişə çıxmayacaq. Zakir müəllim. Zakir müəllim, buyurun, siz hansı muğamı İstədiyim muğam haqqında söhbətlər aparmaq istəyirdim. Mən səyyah muğam haqqında. Buyurun, danışın. Ümumiyyətlə, qarmon bizim alət deyil, Zakir müəllim, amma muğamımız nə qədər gözəl səslənir. Mənim qarmon haqqında, mən artıq 7-ci ildir ki, mən işi bitirmişəm. Azərbaycan xalq musiqisində qarmonun rolu və əhəmiyyəti haqqında o dəfədə söhbət oldu. Bildiniz ki, məlumatınız var yəqin bu haqda. Bəli, əlbəttə ki. İş bitib-indi inşallah avtoreperatların çıxmasında biz hazırlaşmışıq. Bəli, mətndən demək notlar birləşdirilib, nəhayət indi oxunub, hamısı hazırdır. Rəy də verilib rəhbər tərəfindən. Qalıb indi inşallah müzakirədən keçmək və eyni zamanda dessertasiyanın gününü təyin etmək. Belə gəlib bu ərəfiyə satmışıq. Ona görə də qarmonun mənşəyindən, yəni mən qarmonun mənşəyindən, bu qarmonun səsi, istəyir bayan oldu, istəyir akordeon oldu, istəyir qarmon oldu, bu alətin səsi bambuk vasitəsilə kudunun içində tapılması ilk dəfə. Miladdan əvvəl, bizim eramızdan əvvəl, daha doğrusu bizim eramızdan əvvəl 2700-cü ildə Tibetdə tapılıb. Yəni bu da şərqdən gəlir. Həmən alət ondan sonra uşaq oyuncağına sevirilib. Nədir? Hətta bu Ziyad Nəxşəbi Özbək milliyyətindən ibarət olmasına baxmayaraq gedib yaşayıb Hindistanda bir alimin yanında tələb olub və eyni zamanda o da orada demək alətlərin bir fəslin birini göstərir ki, musiqi alətlərinin istehlakı və tətbiq olunması, hazırlanması. O da bunu göstərir. Meymunun bağırsağı qurumuş halda olanda məftil keçidir, dartıblar, səs çıxıb orada, həmən səs hansı toynikanı verib. Bax, bunlara, indi o uzun məsələdir. Zakir mənim, biz tək qarmon, xanəndəni müşahidə eləyə bilərmi? Müşahidə eləyə bilər, tək qarmon xanəndə, tar kamançana vəz eləyə bilər. Məsələn, bir dənə söz deyim mən. Necə eləyə bilməz ki, müşahidə ki, bu əldə mən burada çağırım, məsələn, deyək ki, iki əldə bu da polifoniya çalmaq olar. Deyək, məsələn, adi bir şey göstərim mən bunu. Bunu çalanda bu uzun dərədə. Bu çalanda. Məsələn, belə bir şey. Bu şey, burada polifoniya və yaxud ki... Bunlar hamısı görürsünüz ki, bu, yəni, necə müşahidə edə bilməz? Yaxud da ki, burada... Bu da üçüncü əllə, mütləq, bu elə bunun kamançası bu deyil. Bu tardı, bu kamançadır. Doğru söylər. Mən yeri toyra salmışam, 3 gündən, 5 gündən qarmonu Zakir mən, böyük məmnuniyyətlə muğamı dinləyirik sizin ifanızda, qarmonunuzun ifasında. Bu gündən inşallah bir təmiz orta seyah salam, və yaxud ki, əhəddən yadiyarı olan barmaqlardan seyah salam, ona vaxt çatmayacaq. Ona görə də mən onun mübəriqəsini çalaram. Mən elə döyür hazırlayıb. Mübəriqə elə ki, qısadır, 2 dəqiqə vaxt aparam. Mən sizə minnətdaram studiyamıza gəldiyinizə görə. Çox sağ olun Zakir. Məs tamaşaçılarımız bugün biz muğamlarımızı
proqramımızı instrumental ifasaq da danışdıq. Söhbətimiz çatmadı, yarımçıq qaldı. İnşallah yenə bu mövzuya toxunacaq. Növbəti verişimizdə, növbəti dərsimizdə görüşənədək musiqi zövqünüzü Kamertonla kökləyin. Ona görə də mən üzr istəyirəm qabaqcadan ki, bəs tamaşaçılardan... Vaxt azdır, ona görə. Buyurun, buyurun, buyurun. Mən isə yaxın da tamaşaçılarım yığılan surətdə mübərrə hissəsindən başlayıb sala bilmirəm. Buyurun, Zakir müəllim. Vaxtı görə. Buyurun. Qalsın gəlin dəfə inşallah tamaşama çalmağımız. Buyurun. Bravo, bravo Zakir müəllim. Minnətdarıq sizə. Dinlədikcə adam dönmür sinifanızda. Mütləq gələn proqramımızda ifanızı dinləyəcəyik. Çox sağ olun. Çox sağ olun studiyamıza gəldiyinizə görə.